ölməzsən deyəsən ki, səhv elədin. Vallahi ölməzsən. Səhv elədin deyəndə heç eşitmişsiz bir adam ölsün, ölmür. Biz elə bilirik ki, desək səhv elədin, dünyanın axırı. Kişilik lazımdır insanda, mərdlik ki, etiraf eləsin. Eləməsə, bilirsiniz nə olur? Fikri başlayır əyilməyə. Özü əyir. Deyir, mən filan şeyə görə bunu elədim, filan şeyə başlayır yalancı nəzəriyyə düzəltməyə. Bu da oldu zehniyyət. Haqq sözün müqabilində. Bilən ki, vay, səhv elədim. Bir dənə bu səhv elədimi deməmək üçün insan zehniyyətini tərif eləyir. Başlayır öz səhv mövqeyini dəlil sübutla əsaslandırmağa. Bizim səhv düşüncələrimizdən imtina eləmək istəməməyimiz bizim zehniyyətimizi körlüyür. Səhv düşünürdüm. İndi başa düşdüm ki, səhvəm. Adam var bir dəfə əvvəldə səhv düşünüb, o səhvini etiraf eləməmək ucbatından 100 dənə səhv eləyir ki, yox, mən elə düz idim əvvəldən. Bir dəfə etiraf eləsin, səhvən fikrini dəyişsin filan mövzu haqqında.